Günlərin bir günü yaxın bir dostum məndən xahiş eləyir ki, böyük şirkəti var. Deyir ki, bəs HR texniki insan olmadığı üçün zəhmət olmasa mənə IT mütəxəssis vakansiyasını yerləşdirmək üçün mənə bir məlumat ver ki, tələblər nə olacaq? Çünki məndə olan bütün infrastrukturu sən bilirsən, nə qədər server var, istifadəçi var və s. Bunun hamısını yazmışam, qeyd eləmişəm. HR öz emailından yerləşdirib bunu iş elanları saytına və günlərin bir günü bir-iki dənə vakansiya gəlir. Biri daxil oldu, mənə yönəltdilər ki, verdiyimiz texniki sorğuya görə bu insan öz CV-sini göndərib. Deyirəm ki, çağırım, problem yoxdur, çağırım, mən onu bir intervyu eləyim, görüm ki, necə olur. Və doğrudan da baxırsan, yəni ki, məsələ ondan ibarətdir ki, CV-nin özü adamı çox cəlb eləyir, nə mənada? Həddindən artıq geniş və ətraflı məlumatlar var və burada ən əsas... Bəlkə öz üzərində biraz çox işləyir, amma uyğun gəlmir də. Həddindən artıq, yəni, çox məlumat var, yəni ki, belə baxırsan, yəni ki, bunu bilən adam ən azından bir 10 il, 15 il bu sahədə işləyən adam ola bilər, amma ona oxşamır. Ona oxşamır, çünki yaş o deyil və mütləq şəkildə iş təcrübəsinə də baxırsan ki, bu cəmi bir yerdə 1 il yarım işləyib və 1 il yarıma da bu boyda məlumatı əldə eləmək və qavramaq qeyri-mümkündür. Çağırmışam bunu və belə intervyu vaxtı deyirəm ki, bu qədər şeylər qeyd eləmisiniz filan. Bunları siz nə qədər vaxtda yəni ki, öyrənmisiniz də? Yəni ki, tam səmi deyirəm, məsələ ondan ibarətdir ki, 20 ildir mən bu sahədə çalışıram, oxuyuram. Hələ yəni ki, o qədər məlumatları indi gəlib çatıramda fikrim çatdı. Bunu hamısını qeyd edib və hardasa il yarım ərzində bu boyda məlumatı qəbul eləmək və yaxud da ki, bu boyda məlumatları öyrənmək qeyri-mümkündür. Deyirəm ki, artıq daha detallı məsələlərə getdim. Deyim ki, burada siz yazmısınız ki, falan serverdə falan problemlər və s. da. Yəni ki, bunu siz necə həll edirsiniz? Artıq belə deyim də sizə detallı bir incələmə baş verdi. Bir incələmədə görürəm ki, bu cavab verə bilmir. İkincidə artıq gördüm ki, ilişir və artıq belə bir məsələ yaranır ki, necə? Hardan bilirsən onu? Bəs necə olur? Bu şey hardan yazmısan? Artıq birbaşa sual verirəm ki, bu CV-ni sən necə qeyd eləmişsən, bu məlumatlar deyir ki, necə? ChatGPT ilə. Yaxşı da. Yəni ki, ChatGPT deyir ki, mən oturub bütün məlumatları onunla sorğuluyuram və siz verdiyiniz deyir sorğunu, vakant sorğunu, mən deyir atdım ChatGPT-yə, dedim ki, buna uyğun mənə CV deyirəm. Deyirəm ki, bəs bu necə olur da? Qayıt ki, mən belə düşünürəm ki, bu düzgün eləyir də. Yəni ki, mən onun deyir pullu versiyasında istifadə eləyirəm. Dedim, çox sağ olun, biz mütləq şəkildə sizinlə əlaqə saxlayacağıq. Maraqlı hekayədir. Bu qədər yəni. Bu arada özümüzü təqdim eləmək istəyərdik. 440.fm yenidən efirdədir. Bugünkü bizim qonağımız informasiya texnologiyaları və kiber təhlükəsizlik üzrə ekspert mənim dostum Fərid Musayevdir. Fərid, salam əzizim. Təşəkkür edirəm. Mövzumuz da çox aktual mövzudur, faydalı mövzudur. Daha doğrusu öyrənmək istəyərdik sizdən. Bəli. Faydası varmı onun, ya zəruri varmı, zərəri varmı onun? Nə məsləhət görürsən, nə deyə bilərsən bu haqda, süni intellekt haqqında? Yəni çox şeylər yaranır, onu zəhmət olmasa qeyd edirəm. Məndə olan məlumatları ətraflı olaraq hamısını izah eləyəcəm və təqdim eləyəcəm. İlk olaraq bir neçə gün bundan qabaq ölkədə Milli Mətbuat Günü qeyd olunurdu. Mən düşünürəm ki, bu sənə də şamildir. Çünki istənilən halda sənin də müəyyən bir auditoriyan var, hara ki, ətraflı olaraq, lazımlı olaraq tam olmasa da təbii ki, amma ən azından faydalı məlumatlar verirsən, əziyyət çəkirsən, düşünürəm ki, bu sənə də şamil olunmalıdır. Ona görə sənə mən də qoşuluram bu təbii ki. Peşə bayramı bir növ təbrik eləyirəm. Sağ ol ki, varsan, sağ ol ki, bu qədər ətrafında olan insanları və bizə baxan izləyicilərimizi yəni ki, məlumatlandırırsan və buna görə də müəyyən bir əziyyət çəkirsən. Çox sağ ol, bayram mübarək. Keçək mövzumuza. Əsas məsələyə. Mövzu ondan ibarətdir ki, hal-hazırda fikir versək ki, bizim demək olar ki, dünyada bu sahə çox geniş yayılır və ölkələrin
bir çoxu bununla bağlı müəyyən bir yatırımlar edirlər, müəyyən bir belə deyək də istiqamətlər seçirlər. Deməli bu sadəcə bir hansısa bir proqram təminatı və ya da ki yeni bir Sosial şəbəkə deyil. Bəli, bu deyil. Deməli bunu burada doğrudan da müəyyən bir belə deyək də bir missiya var və müəyyən bir anlayış var ki, gələcək üçün lazım olan alətlərdən biridir bu ki, istənilən inkişafda olan dövlətlər buna sərmayə yatırırlar, mütəxəssislər yetişdirirlər və maksimum dərəcədə çalışırlar ki, yararlansınlar. Ona görə düşünürəm ki, gələcək süni intellektlədir və süni intellektin doğrudan da bugünkü gündə də bizim üçün adi gündəlik həyatda da bir çox belə deyək də faydası var. Amma faydası da var, amma bir də görürsən ki, problemlərlə üzləşirik belə ki. Mən düşünürəm ki, hər bir sahənin, hər bir belə deyək də alətin və yaxud da ki, yeniliyin bir arxa fonu da var, hansısa ki, biz mütləq şəkildə izləməliyik, görməliyik də. Yəni ki, burada istənilən halda mövzudan kənar deyim də, yəni ki, hansısa bir dərman vasitəsi olsun, onu da biz içəndə istənilən onun içində olan kağızında qeyd edilir ki, bunun əks təsirləri də var. Əks təsirlər. Çox təəssüf ki, və burada yenə deyirəm, bundan öncəki mövzumuzda ki, bizim bu rəqəmsallaşmadan söhbət gedirdi, bu kiber dələduzlar və ümumiyyətlə də kiber cinayətlərlə bağlı. Çox təəssüf ki, sırf süni intellektdən də istifadə eləyərək belə deyək də bu cür problemlər yaradırlar. Amma ən böyük faktor, ən gözəl tərəfi, yəni ki, bu yeniliyin, bu belə deyək də bu yeni nəsil belə deyək icadın özəlliyi ondan ibarətdir ki, bizim gündəlik həyatımızda və ya da böyük məlumatların olan idarələrdə dövlət, qeyri-dövlət fərq eləmir. Yəni ki, bizim məlumatlarımızla işdə, harda ki, bizim məlumatlarımız saxlanılır. Burada bilavasitə, yəni ki, bir neçə saatlıq və yaxud da bir neçə günlük işi daha avtomatlaşdırılmış səviyyədə, yəni ki, bizə lazım olan formada və daha da tez bizə təqdim olunmasıdır və yaxud da ki, hansısa bir işimizi, hansısa ki, biz öyrəşmişik üstündə əziyyət çəkməyə, məlumat toplamağa, nəyisə müqayisə eləməyə və s. Bunların hamısını, yəni ki, bu bir klik qədər bu belə deyək də bu alət bunu eləyir. Sadəcə düşünürəm ki, hal-hazırda bir çox belə deyək də bizdə götürək qurumların əksəriyyəti bizdə rəqəmsallaşır və süni intellekti belə deyək tətbiq eləməyə başlayır. Bu onun göstəricisidir ki, bizdəki elementar olaraq bizdəki olan qurumlar, istər özəl, istər dövlət, bunların daxilində olan məlumatların daha tez istifadəçilərə, əhaliyə çatdırılması üçün, əhalinin verdiyi sorğu nəticəsində daha tez belə deyək də operativ çatdırılması üçün bu alətdən istifadə edirlər və buna görə də baya bir sərmayə yatırırlar ki, avadanlıq serverlər alınsın, belə deyək də GPU dəstəyi olan. Sadəcə bu ilə də bağlı, buna görə belə deyək də cəmaət içində belə bir suallar yaranır ki, əgər tam olaraq rəqəmsallaşdırma gedirsə, əgər tam olaraq hamı bütün qurumlar, yəni şirkətlər, qurumlar keçirlərsə, əgər süni intellektə, onda işçiyə ehtiyac olmayacaq, onda çoxlu, yəni problemlər yaşayır. Yəni bizim loru dilində desək ki, deyir ki, çörəyimizi əlimizdən alırlar və s. Bu barədə nə fikirləşirsən? Onu necə eləmək, yəni necə eləyirlər ki, ancaq düzdür, zərəri onsuz da var, amma necə eləyək ki, minimal şəkildə zərər olsun və maksimal şəkildə fayda olsun? Bu barədə nə fikirləşirsən? Burada bilirsiniz, gəlin belə deyək də, qorxulu bir faktor yoxdur. Çünki düşünürəm ki, süni intellekt sadəcə hansısa bir işi daha sürətli qaydada eləyir. Çünki bazasında olan məlumatlardan daha tez, insandan fərqli olaraq daha sürətli axtarır, tapır və təqdim eləyir. Düşünürəm ki, bəzi sahələr hansılar ki, sahədə işləyən insanlar belə deyək də, hansılar ki, bu məsələdə narahatdırlar. Düşünürəm ki, burada narahatçılığa bir səbəb yoxdur. Çünki süni intellekt nəyisə tezləşdirirsə, nəyisə əgər kimsə düşünürsə ki, insanı əvəzləşdirmək,
qətiyyən Mən də inanmıram ona. Mən də qeyri-mümkündür, inanmıram. qeyri-mümkündür yəni ki, insanı əvəz eləməyi. Sadəcə yenə deyirəm, düşünürəm ki, pozitiv tərəfdən baxsaq, yəni ki, əgər işçi gün ərzində tutalım 5 sorğunu icra eləyirsə, süni intellekt bunun qat-qat daha çoxunu eləyəcək. Çünki sistemdir, düzgün formada buna verilən sorğu və ümumiyyətlə yatırım olunmuş bu avadanlıq, serverlər və s. Bu daha insandan fərqli olaraq, burada da insan faktoru olmadığı üçün lazım olan məlumatı daha tez bazadan götürüb təqdim eləyəcək. Burada isə belə deyək də, boş vaxtı da, yəni ki, əgər işçi, bir kadr bu məsələ ilə bağlı boş vaxtı qalırsa, mən düşünürəm ki, burada da şəxsi inkişafdan söhbət gedə bilər. Yəni ki, özlərinə sərmayə yatırıb və yaxud da ki, elə bu sahə olsun, digər sahə olsun, özünü mükəmməlləşdirə bilər. Yəni ki, əgər biz rutin olaraq gün ərzində bir işi 5 dəfə görürüksə, 10 dəfə görürüksə, indi isə biz bunu süni intellektlə əvəz ediriksə, mən düşünürəm ki, burada bir öz üzərində işləyən peşəkar işçilər üçün daha çox vaxt qalır və düşünürəm ki, bu gün də bizim üçün ən böyük faktor vaxtdır. Daha çox vaxt qalır ki, onu özü üçün səmərəli formada istifadə eləsin. Bu məsələnin bu tərəfi. Digər məsələ isə çox vacibi bir hesabatlar mı olsun, hansısa bir belə deyək də təqdim olunan əsaslı hansısa bir sənədlər olsun. Bunların hazırlanması süni intellekt tərəfindən olduğu halda belə son nəticə etibarilə, yəni ki, ştatda olan işçilər və yaxud da ki, aidiyyatı olan işçilər bunu yoxlayıb təqdim eləməlidir. Yəni ki, burada da insan faktorsuz qeyri-mümkündür. Digər məsələ isə müəyyən o xüsusi bir belə deyək də anlayış tərəfi var ki, süni intellekt də, yəni ki, belə deyək də insana xas olan hiss yoxdur və yaxud da ki, tutalım hardasa biz belə deyək də ona görə şəxsən mən özümdən əgər danışıramsa, mən süni intellektdən istifadə edəndə şəxsən mənə görə yalnız hər hansı bir tarixi faktlar dəqiqləşdirə bilərəm. Bilirəm ki, o 100% onu bilir. Amma nəsə hesablanma işləri və s. orada bəzi elə görmüşəm, özüm şəxsən görmüşəm ki, düz hesablamır, yəni nəsə fərqli cavablar çıxır. Ona görə də tam belə deyək də ümid eləmirəm ona. Biraz fərqlidir. Burada İnsanlarda da bəli, iş cəhətdən okey də hardasa uyğun ola bilər, amma belə əslində düzünü siz eləyirsiniz. Sadəcə belə deyək də süni intellekt nəyə görəsə mən tam səmimi deyim, bir məsələni toxunum. Bir sorğu keçirilib, yəni ki, əhali arasında və sorğunun 80% sorğuda iştirak edənlər bildirdiyi fikir ondan ibarət olub ki, əksər insanlar, əsas da əhali, hansı ki istifadə eləyir, tutalım, süni intellekt alətlərindən, ChatGPT və s. hansılar populyardır. Bunlar nəyəsə görə düşünürlər ki, bunlar sorğu verdiyi halda, o tərəfdə kimsə oturub bunlara cavablandırır. Məsələ budur. Yəni ki, burada baya belə deyim də, yəni ki, həm texniki tərəfindəyim, həm istifadəçi tərəfindəyim. Texniki tərəfdən ondan ibarətdir ki, bu cür ümumiyyətlə elə həm bir məsləhət olaraq buradan bizə baxan izləyicilərə demək istəyirəm ki, ChatGPT ilə və yaxud da ki, digər süni intellekt alətlərində nəsə sorğu sual eləyəndə çox da onu yaxın hiss eləməyin özünüzə. Və yaxud da ki, yəni ki, sualı verdiniz, düzgün qaydada sualı verdiniz və bu qədər də, yəni ki, maksimum dərəcədə siz yuxarı barmaq işarəsini qoya bilərsiniz və ya sağ ol deyə bilərsiniz. Çünki burada problem nədən ibarətdir? Mən sizə deyim, siz onunla daha səmimi olduqca o daha çox elektrik işığı istifadə edir və enerjisi istifadə edir və bu da digər istifadəçilər üçün də daha, yəni ki, siz yüklənmiş olursunuz deməli süni intellekt alətlərini. Digər məsələ isə yenə deyirəm, burada əsas prinsip ondan ibarətdir ki, verilən sorğu birinci olaraq düzgün olaraq sorğun yaratmaq lazımdır və hal-hazırda bununla da bağlı düzgün sorğular məsələsini bununla da bağlı bir təlimlər var. Hal-hazırda təlimlər start verilib ki, hər hansı bir, yəni ki, süni intellekt alətinin ChatGPT olsun və ya digər chatlar olsun, fərq eləmir. Bunlarla işləmə müəyyən bir metodologiyası var. Hansının ki, müəyyən bir kurslarda, müəyyən bir təlim mərkəzlərində təlim keçirilər. Çünki bunu bilmədiyiniz halda, siz istədiyiniz sualı düzgün vermədiyiniz halda, istənilən halda cavab da geri dönüşdən
problemli gəlir, səhvli gəlir. Çünki ChatGPT olsun və yaxud da ki, digər süni intellekt alətləri olsun, bunların özlərinin bir işləmə prinsipi var, işləmə qaydası var. Və bu qaydaları bilən insanlar, bilən potensial kadrlar bilməyənlərdən həmişə 1-2 addım qabaqda olacaqlar, öndə olacaqlar. Çünki tutalım siz əgər hansısa bir elm işi yazırsınızsa, hansısa bir araşdırma eləyirsinizsə, əlavə olaraq tutalım süni intellektdən istifadə eləyirsinizsə, düzgün formada. Siz mütləq şəkildə Düzgün sorğular eləməliyəm. Bəli, Düzgün sorğular mütləq şəkildə eləməliyəm. Çıxış nöqtəsində sizin o elmi iş olsun, araşdırmamız olsun, daha mükəmməl olacaq. Nəinki o insanlar ki, kimlər ki neqativ yanaşırlar, ətrafımızda var, kimlər ki ümumiyyətlə düzgün formada bu məsələni, bu texnologiyanı ekspluatasiya edə bilmirlər və s. Yəni ki, düşünürəm ki, bu əsas prinsiplərdən biri odur ki, bu alətdən düzgün istifadə qaydasına öyrənmək lazımdır. İlk olaraq ki, gələn sorğunu da bir yoxlayaq görək ki, biz yəni ki, verdiyimiz sual çərçivəsində gələn cavab nə qədər düzdür, nə qədər doğrudur, nə qədər uyğunsuzluq var. Və burada məsələ də ondan ibarətdir ki, belə deyim sizə, ilk olaraq hamı bir şey qeyd eləməlidir özündə. Bu süni intellekt alətlərin əksəriyyətində düşünmə dili deyilən bir yönəltmə var. Yəni özü də bütün fərqli süni intellektlərdə fərqlidir. Bəli, eyni deyil. Və burada da deməli məsələ ondan ibarət olur ki, siz sual verdiyiniz halda bu sual bir neçə dilə tərcümə olur. Daha sonra, yəni ki, əsas əməliyyat hissəsi, süni intellekt platformasının əməliyyat hissəsi bu sorğunu, yəni ki, öz dilinə tərcümə eləyəndən sonra öz dilində başlayır cavablandırmağa. Və geri dönüş eləyəndə də platforma bilir ki, bu Azərbaycan dilində sual verilib, Azərbaycan dilinə ingilis dilinə çevrilir, ingilis dilində bu sualın cavabı hazırlanır, ingilis dilindən təzədən Azərbaycan dilinə qaytarılır və təqdim olunur. Aydın məsələdir ki, burada mütləq şəkildə müəyyən bir uyğunsuzluqlar yaranacaq. Süni intellekt sahəsində buna qallüsinasiya deyirlər. Qallüsinasiya və aydın məsələdir ki, siz oxuyursunuz, cavabı oxuyursunuz, siz görürsünüz ki, bu ümumiyyətlə bəzi şeylərdə ümumiyyətlə cığırından çıxır və yaxud da ki, lazım olan məlumatı vermir, başqa bir məlumatı ərsəyə gətirib. Fikrim çatdı. Tam 10 cümlədirsə, 10 cümlədən 3-ü sizin verdiyiniz sualla bağlıdırsa, ondan 4-ü 5-i ümumiyyətlə aidiyyətsiz bir şeylərdir. Və yaxud da ki, istinadlar məsələsi var. Yəni ki, ümumiyyətlə bu süni intellekt platformalarını sual verir ki, daha uyğun olaraq, daha yaxın mövzuya daha yaxın soruşur ki, bunu necə eləmək istəyirsən, bunu belə eləmək istəyirsən ya belə eləmək. Bəli, öz təkliflərini verir və ona görə deyirəm, ilk olaraq hamı kimlər ki, gündəlik olaraq və ya ki, işlə bağlı. Yəni ki, bu artıq belə deyək də, professional bir yanaşma gedir. İşlə bağlı bu alətdən istifadə eləyirsənsə, mütləq şəkildə bunun düzgün yəni ki, istifadəsini, tətbiqini bir təlim keç, onlayn təlim keç və yaxud da ki, hardasa Bakıda və yaxud da ki, ölkədə təlim mərkəzində bunun təlimini keçən varsa, mütləq şəkildə bundan yararlanmaq lazımdır. Çünki alətdən düzgün istifadə qaydasını bilmədiyin halda, mütləq şəkildə yəni ki, sən bunun əks tərəfində görəcəksən. Yəni ki, sənə lazım olmayan məlumatları verəcək. Əgər sən də nə vaxtsa oturub onu oxumayacaqsansa, oturub onu yoxlamayacaqsansa, oradan götürüb harasa copy-paste eləyəcəksənsə, mütləq şəkildə orada səhv eləmirəmsə növlər də olur. Görmüşəm. Biri pulsuz olur, o birisi məsələn hər hansı bir ödəniş elətdikdən sonra filan şeylər açılır, nəsə xüsusi belə deyək, imkanlar yaradılır və s. Burada bilirsiniz necədir? Ümumiyyətlə istənilən halda bu boyda belə deyək də texnologiyanı ayaqda saxlamaq üçün mütləq şəkildə bir bunun belə deyək də maliyyə tərəfi də var. İstənilən bir belə deyək də startap olsun və yaxud ki, daha sonra da geniş miqyaslı bir yenilik olduğu halda, texnoloji yenilik olduğu halda bunun istər-istəməz gəlir, dirənir maliyyə tərəfi və həmin təsisçilər istəyir ki, müəyyən bir pul qazansınlar. Necə ki, bütün sosial şəbəkələr, nə bilim 100%. Yəni ki, burada və sadəcə belə deyək də bu deməli abunəlik müqabilində hal-hazırda yəni ki, bizim vaxtımızda
hansısa bir proqram təminatını belə deyək də lisensiya açarı ilə sındıra bilirdiksə və yaxud da kimsə alırsa biz onlardan xahiş edirik ki, bizə də ver. Hal-hazırda bildiyimiz kimi bütün istifadə elədiyimiz proqram təminatı olsun, mobil tətbiqlər olsun, bunların hamısı yəni ki, belə deyək də subscription deyirik, abunəlik formatında Abunəlik, bəli. bəli, daha çox imkanlar yaradır, insanlar yaradır bizim üçün. Və ChatGPT də bunlardan biridir. Yəni ki, ChatGPT deyirəm, daha doğrusu süni intellekt chatları da onların istənilən halda əgər pulsuz versiyası belə deyək də, yəni ki, lap istifadəçi dilində deyim, tutalım qurumun 100 serveri varsa, siz sorğu verəndə pulsuz sorğu olduğu üçün, yəni ki, bu hardasa bir 10-15 dənə serveri işləyir aktiv olaraq və sizin sualınıza cavab verir. Yəni ki, daha dərin, daha güclü bir analiz eləmək istəyirsinizsə, yəni ki, istənilən halda bu qurum bu 100 serveri və yaxud da ki, tutam da, yəni ki, atıram bir 50 serveri işləməlidir. Ona görə həmin chat sizə süni intellekt şirkəti sizə deyir ki, bu sual artıq daha geniş sualdır, daha çox məlumat. Ona görə ödəniş eləməlisən. Ona görə ödəniş elə, daha pullu belə deyək də abunəliyini əldə elə. Standart söhbətlərdir ki, bəli, pulsuz bura qədərdir. Mənim işim bura qədərdir. Buradan o tərəfə sadəcə elə ödəniş eləyəsən və bu da normal bir şeydir. Əslində qalanda burada tək belə deyim sizdə, sorğunun emal olunması vaxtı da deyil. Yəni ki, burada olan məlumat bazasının tutalım pulsuz olaraq əgər ChatGPT pulsuz olaraq 2 terabayt məlumatdan siz verdiyiniz sualı cavabını axtarıb tapırsa, pullu versiyası, yəni ki, abunəlik olan versiyası isə artıq belə deyək 10 terabayt məlumatın içində oxşar sizə aid, sizin sualınıza aid olan məlumatı tapır, gətirir, sizin üçün təqdim edir. Yəni ki, aydın məsələdir ki, tutalım 2 terabayt məlumatın içində sizin sualınıza cavab o qədər də, yəni ki, ətraflı. Yəni eləmirsə, ödənişi elə. Ödənişi elə, o artıq belə əlavə xidmətlər, xidmət və o massivlər hansılar ki, artıq əlavə xidmətdə aktivləşir. O massivdə artıq 100% sizə lazım olan formada daha geniş, miqyaslı və daha ətraflı olaraq sizin sualınız cavablanacaq. Bu da normal bir şeydir, çünki texnologiya istifadə olunursa, bu istənilən halda bunun da bir müəyyən belə deyək də ödənişi mütləqdir. Əsas şəxsən bir izləyici kimi, bir süni intellekt istifadəçi kimi. Düzdür, mən süni intellektdən elə də çox istifadə eləmirəm, amma belə deyə də normal qaydada istifadə edən şəxs kimi. Bəli. Ən çox problemlər yaranır. Mən internetdə görürəm, sosial şəbəkələrdə görürəm. Məsəl üçün yalan və doğruluq məsələsi. Məsəl üçün görürük, videolar çıxır sosial şəbəkələrdə ki, filan nəsə tanınmış insandır, deyir, təklif edir ki, gəlin yatırım eləyin, filan proyekt var. O artıq daha doğrusu həm süni intellekt məsələsidir, həm kibertəhlükəsizlik məsələsidir. Mən elə başa düşürəm. Bəli. O belə videolarla ya deyir nəsə yatırım elin, tanınmış şəxsdir, deyir yatırım elə. Ya da ki, məsəl üçün fake hansısa bir xəbərlər çıxır. Məsəl üçün futbola baxırdıq, bu yaxınlarda dünya çempionatı görmüşdük. Oyundan sonra fake xəbərlər çıxır. Məsəl üçün offside xəttini çəkirlər ki, süni intellektlə necə çəkirlərsə, bu offside-də idi. Sən də baxırsan ki, belə uyğundur, doğrudur. Amma futbola baxanda yox idi bu məsəl üçün. Bu yalan və doğruluq məsələsi necə ayıraq, necə bilək, necə bu ilə mübarizə eləyək və necə özümüzü gözləyək bu barədə? Yaxşı sualdır. Hətta deyərdim, son günlərin ən aktual, belə deyək də, mövzusu və problemlərlə bağlı bir məsələyə toxundun. Çox təəssüf ki, bu ilk olaraq bu alətin belə deyək də, biz üstünlüklərindən danışdıq. Bu da alətin görünməyən və belə deyək də, fəsadlı tərəfidir, problemli tərəfidir. Çox təəssüf ki. Və əgər əvvəllər bizim
bundan öncəki buraxılışımızda kiber dələduzluq faktorunda olan psixoloji durumdan istifadə olunurdusa, zəng edirdilər, bank kartı məlumatlarıdır, mobil tətbiqin bankın mobil tətbiqinə qoşulma və s. Bu saat, yəni ki, bu da qaldı kənarda. Yeni etap dələduzluqlar, yəni ki, sırf bu süni intellektdən istifadə olunaraq və populyar insanların simasından, səsindən istifadə edərək İdeal birəbir səsindən birəbir, eşitmişəm, bəli, görmüşəm. video roliklərin hazırlanması, reklam roliklərinin hazırlanması və belə deyək də, phishing deyirik də, yəni ki, Dələduzluqlar. bəli, həmin qurumun belə virtual olaraq ofisi yaradılır. Süni intellektlə həmin obrazı, həmin deməli sahibkar olsun, həmin qurumun direktoru olsun, əgər banksa bankın sədri olsun, hansısa bir yatırım şirkətinin rəhbəri olsun, bunun yəni ki obrazından, səsindən istifadə eləyərək baya bir yəni ki yüksək səviyyəli bir reklam roliki hazırlanır və əsas hədəf odur ki, elə bir təklif elətdirirlər, həmin adamın obrazından istifadə eləyərək də belə deyim sizə, simasından istifadə eləyərək bir təklif eləyirlər və əhalinin əksər hissəsi istifadəçilərimiz buna inanır və o linka keçid eləyirlər, yatırım eləyirlər, şəxsi məlumatlar, bank kartı, şəxsi məlumatlar və s. və yəni ki, nəticə etibarilə sual da verəndə ki, niyə belə oldu? Deyir ki, axı mən gördüm bu adam özü bu təklif edir. Deyirəm ki, əsas da biraz yaşlı nəsil. Yaşlı nəsildə var, amma mən sizə bir şey deyim. Orta yaş nəslində də olan insanlar, yəni ki, sadəcə hətta mən elə insan tanıyıram ki, o həmin qurumun adını, bankın adından istifadə olunub, bankın sədrini belə bu adam tanıyır və düşünür nə vaxtsa bankda işləyib, daha sonra iş yerini dəyişib. Deyir ki, bəs mən rəhbəri tanıyıram. Rəhbər əgər o videonu çəkibsə və paylaşıbsa, deməli doğrudan da bu yön bank bu tərəfdən başlayıb yatırım yığmağa və s. Mən deyir buna inandım, bu qədər pul yatırdım. Deyirəm ki, sənin ən azından yəni ki, iş yoldaşların qalıb da həmin qurumda, həmin bankda. Sən bir zəng edib soruşa bilmirdin ki, yəni ki, bank bu cür lotereya və yaxud da ki, investisiya fantastik nəsə təkliflər gəlir orada. Yəni ki, bu orada. necə ola bilər? Yəni ki, sən özün bu qurumda işləmisən vaxtilə, sən həm bu adamları belə vizual olaraq tanıyırsan, üstəlik də ki, sənin orada köhnə iş yoldaşların var. Sən necə buna bir zəng edib dəqiqləşdirməmisən? Və burada da məsələ bu belə deyək də, кейsi də qoyaq bir qırağa. Əhalinin, istifadəçilərin qarşısına çıxan və böyük şirkətlərin adından istifadə olunan qurumlardan deməli əhali yatırım eləyir, məlumatları itir və ya da ki, bank kartından olan vəsaitlər oğurlanır. Bunu eləməmişdən öncə, yəni ki, və ya da hansısa bir formanı doldurmamışdan öncə zəng edib həmin qurumdan, yəni ki, qaynar xəttindən bir dəqiqə vaxt ayırıb soruşa bilmirlər ki, yəni ki, bu cür belə deyim də yatırım şeyi çıxdı mənim qabağıma, təklifi çıxdı və ya da ki, mən tutalım hansı dövlət qurumu deyir ki, sənin təvəllüdünə görə sənə dövlət hansısa bir pul vəsaiti verəcək. Daxil ol, məlumatlarını yaz, sadəcə komissiyanı ödə, və bu qədər vəsait sənin bank kartından keçəcək. Və burada da süni intellektdən yenə deyirəm, əvvəllər bir belə deyək də yöndə Proqres gedir də, məncə proqres gedir, ona görə daha da çətin olur. Mütləq şəkildə, amma süni intellekt məsələ biraz fərqli formaya da gəlir. Çıxır ki, yəni ki, istifadəçilər də, yəni ki, günümüzün əksər hissəsi bizim mobil cihazla təmasda keçir də, fikrim çatır. Yəni ki, və düşünürəm ki, o video roliklər hansılar ki, süni intellektdən hazırlanır, populyar insanların, yəni ki, vəzifəli şəxslərin simasından istifadə, səsindən istifadə. Yəni ki, bu adamlar özləri yəni ki, bilmirəm, bəlkə mən anlayışım var deyən, yəni ki, mən video rolika baxan kimi bilirəm ki, bu süni intellektlə hazırlanıb, yoxsa yox. Amma yəni ki, bunu da ayırmaq olar. Yəni ki, nəyə görəsə o şirinlənirlər buradan. Yəni ki, o təklifi görəndən sonra artıq heç nə fikir vermirlər. Keçid eləyək, kart məlumatlarımızı yazaq, şəxsi məlumatlarımızı yazaq, gözləyək ki, hətta 50 manat müqabilində mən 500 min manat. Yəni ki, bu biraz belə deyək də, qeyri-real, absurd bir belə deyək də təkliflər olunur və çox əvvəllər əgər tutalım oxumayan və yaxud da ki, tutalım təhsildən uzaq olan insanlar bunu eləsəydi,
biraz hardasa başa düşmək olar ki, ya cahil kateqoriyadır, oxumayıblar, eləməyiblər, hansısa bir İndiki internet vaxtı, internet zamanəsi. İnformasiya dövründə 21-ci əsrdir. Yəni ki, hal-hazırda hər bir şey bizə bir mobil telefon qədər yaxındır. Əgər qabağınıza bir təklif çıxırsa, belə də utopik bir təklif çıxırsa, bunu yəni ki, bir dəqiqə vaxtınızı ayırıb, yəni ki, ən azından saytlarda axtarış eləyib və yaxud da ki, yəni deyirəm, öz ətrafınızda olan insanlara, iş, qeyri-iş, idman və s. yəni ki, ətrafınızda olan insanlara, chatlara, WhatsApp-dakı olan chatlara yazıb soruşa bilərsiniz ki, belə bir təklif çıxıb, bu nə qədər doğrudur, nə qədər. Bunu da eləmirlər. Ən azından bəli, ən azından hamımızda hər hansı bir iş yerində, qurumda dairələr var ki, ona görə dəqiqləşdirmək olar. Və süni intellektin də inkişafı bu cür dələduzluqları birbaşa, yəni ki, daha yeni səviyyəyə gətirib çıxardır. Yenə deyirəm, tanınmış məmurların sifətindən və yaxud ki, ulduzların sifətindən, səsindən istifadə edərək daha da güclü olaraq təsir alətinə çeviriblər bu dələduzluq faktorunu. Və əksər hallarda sırf buna görə, yəni ki, bu dələduzların qurbanı 1-ə 5 artır. Çünki əvvəllər tutalım, əgər gündəlik 10 nəfərdən zəng gəlirsə ki, məlumat bankın təhlükəsizlik xidmətinin əməkdaşı kimi zəng edir, özünü təqdim edərlər, kartı məlumatlarını götürürlər. İndi artıq zəng edirlər ki, mən filan yəni tanınmış nəsə ulduz ya nədirsə də. Bəli, məsələ budur. Hollywoodda hansısa bir aktyor. Bankın idarə heyətinin sədri. Bankın idarə heyəti, yəni ki, aparıcı banklardan birinin idarə heyətinin sədri. Məsələ budur. Yəni ki, adam qalır belə deyirəm ki, düşünürsüz ki, tam səmimi deyirəm, dünən bir sorğu oldu. Mən maraqlı oldu, çünki məni elədilər ki, sən bir də araşdır gör. Zəng eləmişəm həmin insana, deyirəm ki, belə bir necə olub da, hadisə bir dənə izah eləyim mənə. Xanımın 35-36 yaşı var. Deyir ki, bəs mənim deyir qardaşım bu bankda işləyir və ondan sadəcə zəng elədim, soruşdum ki, bu videodakı adam orada işləyir. O deyir ki, hə, işləyir, nə olub ki? Neysə, deyir ki, heç nə. Yəni ki, və məsələ odur ki, biraz belə deyək də, o insanlarda müəyyən bir paxıllıq psixoloji şeyi var, aspekti də var. Yəni ki, insanlar bölüşmək istəmirlər. Düşünürlər ki, sadəcə bu təklif mənə gəlibsə, mən bu təklifdən yararlanım tez bir zamanda maliyyə əldə edeyim və heç kimə də deməyim. Yəni ki, burada bölüşmək bir faktor var psixoloji olaraq da. Yəni ki, mən qarşıma təzə bir şey çıxanda fərqi yoxdur və yaxud da ki, nəyinəsə bağlı bir araşdırma aparmağa başlayanda mən həmişə ətrafımda olan insanlardan soruşuramdır ki, belə bir şey var, bu nədir, bunun hansı yaşda yandı. Yəni ki, çox təəssüf ki, bu cür belə deyək də təkliflər kiməsə gələndə istifadəçi bundan zərər çəkməyənə qədər heç kimlə bölüşmür, heç kimlə paylaşmır ki, bunu mən əsas odur, mən qabağa düşürəm. Mən qabağa düşürəm, bunlar hamısı gözləsinlər. Mənə bu təklif mənə gəlibsə, bunlara yox, bunlar gözləsinlər. Çünki orada da sırf belə psixoloji olaraq, yəni ki, süni intellektdən istifadə edir, deyir ki, azartdır, bu təklifi sən görürsənsə, sən seçilmiş adamsan, şanslı adamsan, mütləq şəkildə ya da altdan da timer qoyurlar, yəni ki, əks istiqamətdə timer işləyir ki, sənin müəyyən bir vaxtın var, bundan istifadə eləməlisən. Yoxsa yəni ki, alınmayacaq. Və çox təəssüf ki, yenə deyirəm, burada toplam olaraq gəlib o məsələyə çatırıq ki, süni intellekt, yəni ki, nə qədər yaxşı, nə qədər belə faydalı, həm müsbət, həm də ki, mənfi tərəfləri var. Halda da bunun müsbət tərəfləri də var. Çox təəssüf ki, dələduzlar da, yəni ki, kiber dələduzlar da bundan çox belə də mahircəsinə istifadə edirlər və əsas məsələ odur ki, bunun istifadə qaydasını çox yaxşı bilirlər. Yəni ki, bayaq biz sizə danışdıq o mövzunu ki, məsləhət görərdim ki, istifadəçilər, aktiv istifadəçilər kimlər ki, ChatGPT və ya da digər süni intellekt alətlərindən istifadə edirlərsə, bunun istifadə təlimlərini keçsinlər, onlayn, offlayn fərq eləmir ki, düzgün olaraq sorğu yaratsınlar ki, o qurğu da və yaxud ki, süni intellekt aləti də buna düzgün cavab versin. Yəni, amma dələduzlar bunu çox yüksək səviyyədə bilirlər. Tövsiyən mən belə başa düşürəm ki, odur ki, hər kəs az da olsa ən azından maraqlanmalıdır. Yəni istifadə qaydasını bilməlidir bunları. Mütləq şəkildə. Öyrənməlidir. Yəni maarifləndirici bir videolara baxmalıdır və s. Bəli, hal-hazırda yəni ki, internetdə çox böyük təlimlər var. Yəni ki, pullu versiyalar da var, pulsuz versiyalar da var. Yəni ki, kim əgər aktiv olaraq bunu işində, qeyri-işində, hobbisində istifadə edirsə, yəni ki, süni intellekt chatları, alətləri sadəcə tutalım video və yaxud da ki,
foto montaj proqramı deyil, mən filan kəsi yığışdır kadrdan ya da yəni, bu deyil. Bu əslində çox böyük alətdir, çox böyük yenilikdir, fikrim çatdı və bu yenilikdən də səmərəli, düzgün qaydada istifadə eləmək üçün yalnız və yalnız biraz vaxt ayırıb, təlimləri keçib, bununla necə davranışı düzgün qurmaq lazımdır. Onu bilsələr, düşünürəm ki, hamı, yəni ki, udar ki, uduzmaz. Bu qədər məncə. Çox sağ ol. Bu gözəl Sağ olun. mövzudur. Final olaraq, yekun olaraq Bəli. tövsiyələr haqqında və ümumiyyətlə izləyicilərimizə müraciət eləmək istəyərdim. Hər hansısa bir müsbət və ya mənfi tərəfi rastlaşmısınızsa, bizim şərhlər bölməsində qeyd edin, zəhmət olmasa. Və Fərid, sən nə demək istəyirsən bizim izləyicilərimizə? Nə məsləhət görmək istəyirsən? Məsləhət görərdim ki, dediyim kimi, ən azından bu yeniliklərlə ayaqlaşmaq lazımdır. Bəli. Bu yenilik doğrudan da bəlkə bir çox Aktual mövzudur. və bəli, bundan düzgün qaydada istifadə manerlərini uyğunlaşdırsaq, öyrənsək, hamı üçün yararlı olar. Fərq eləmir, kimsə öz işində istifadə edir, kimsə öz işində istifadə eləmir. Digər məsələ isə belə deyim, bu yeniliyin, bu texnoloji yeniliyin incəliklərini öyrəndikcə qabağımıza çıxan hansısa bir neqativ faktorları, dələduzluq olsun və s. bunları da tez bir ortaya çıxartmaq imkanı sizdə yaranacaq. Və əgər belə deyək də, biz danışdığımız mövzular ətrafında kiminsə maraqlı bir hekayəsi və ya da kiminsə maraqlı bir кейsi varsa, onu da yəni ki, şərh bölməsində yazsaz, düşünürəm ki, daha maraqlı olar. Əsas odur ki, izləmədə qalın. Mütləq şəkildə. Növbəti aktual mövzulara qədər Bəli. şərh bölməsindən istifadə eləyin. Hər hansı bir hekayələr, hər hansı bir belə deyək, təcrübə, müsbət və ya mənfi təcrübə varsa, onu da qeyd eləyərsiniz. Çox sağ ol Fərid, bugünkü verilişə görə. Bugünkü qonağımız Fərid Musayevdir, mənim dostumdur. Çox sağ ol Fərid. Bu qədər. Çox sağ olun. Sağ olun. Sağ ol.